Əməkdar artist Fərqanə Qasımova Avroviziya 2011 qalibi Nigar Camallı aralarında yaşanan qalmaqaldan danışıb. Fərqanə Qasımova Rəngarəng proqramında bu məsələnin bağlanmasını istədiyini deyib. O bildirib ki, atası xalq artisti Aləm Qasımovun ailəsinə sataşmaq yaxşı deyil. Sənətkara hörmət edənlər onun ailəsinə də hörmət edər. Sabah hamımız üz-üzə gələcəyik, məclis adamlarıyıq. Bir əl yeri qoymaq lazımdır. Xəbərlərin bəziləri mən tərəfdən çıxmamışdı, əks tərəfdən bir açıqlama gəldi. Ürək bulandıran insanlar sənətkarlar arasında nifaq salır. Aləm Qasımovun ailəsinə dəyməyin, mən də onun övladıyam. Bu ata-baladan dünya bir də gələcək ya yox bilinmir. Bu sözlərlə ailəmizin ürəyini bulandırmayın, qulağınızı bizim ailə ilə bağlı söhbətlərə bağlayın. Biz abrımızı qoruyub musiqiyə xidmət edənlərik. Qeyd edək ki, Fərqanə Qasımova Nigarın açıq geyimi ilə bağlı açıqlamasına kəsmə yollarla önə getmək əlbəttə çox rahatdır. Türk qardaşlarımız demişkən şərhini yazıb. Nigar isə açıqlamasında qarşı tərəfə hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb eyni zamanda bədən şəkilləndirmə əməliyyatı etdirməkdə günahdır cavabını verib.